Dur, qaçma, polis! Binəqədidə polisin keçirdiyi əməliyyatlar zamanı 22 kiloqram narkotik vasitə aşkarlanıb. Bu barədə Stop Narkotik Azad Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Binəqədi rayon polis idarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı 29 yaşlı İbrahim Sarmanov və 25 yaşlı Kamran Mütəllimov saxlanılıblar. Həmin şəxslərdən 8 kiloqrama yaxın marihuana və tiryək aşkar olunub. İdarə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən daha bir şəxs 29 yaşlı Orxan Cabbarov da saxlanılıb. Həmin şəxsdən 4 kiloqrama yaxın marihuana, tiryək və 130 ədəd psixotrop tərkibli həb aşkarlanıb. Qeyd edək ki, Binəqədi rayonunda ilin əvvəlindən həyata keçirilən silsilə tədbirlər zamanı narkotiklərlə əlaqəli 35 fakt müəyyən edilib. Ümumilikdə 22 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir. Həmçinin cari ilin əvvəlində Binəqədi rayonunda polis əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər zamanı ümumilikdə 21 ədəd odlu silah, 172 ədəd patron və 2 ədəd əl qumbarası aşkarlanıb.